yetiştirir. Allah bereket versin. Yani getirir. Yeməli baba mesela bu yeməlidir. Yemək üçündür. Belə balaca olur, amma yeməlidir. Yani onlar Gedək ora ana. Bu nə ağacıdır mı? bu peyvand bəhlidir. Cır bəhli yox, peyvand bəhlidir. Allah razı olsun, mənə də veriblər bunu vaxtilə. Yaxşı adamlar birisi. Bu armud ağacıdır. Ha, bu. Qədim qədim. Şimdi yetmiş daş ağacı deyirlər buna da daş ağacı. Yox, lətən armuddur. O adlar həm elə bir şey çıxıb sıradan deyəsən O siz. adlar işdən birində onu yaşlı adamlar işlədərdi. Məsələn mən Hansı armuddur o? lətənz deyilirdi ona, lətənz armud. Qədim armuddur, şumlu ərazisi. Mən birinci dəfə də eşidirəm amma. Lətənz armud. O da babamın armudunun qələmindən qalmadı, yəni götürüb sonradan calamışıq onu bura. Nəsil davam elətdirirsiniz. Nəsil davam elətdirir. Çünki babamın bağında burada yox, o birüz deyilir. O daş armud deyilən onlar. Bütün şumlu demək olar ki, dedəm deyərdi onun qələmindən aparırlar o vaxt yazırlar. Hələ deyirdi mən balaca olanda. Çünki o armudun gövdəsi var idi ki, görənlər bilir. Metrə yarım burada vardı, mən görmüşəm. Təxminən 170-ci illərdə. Onun metrə yarım gövdəsi var, içində də gürzə vardı. Qan gələn bunlar armudda. Armud çoğuş vardı içində. Demək olar ki, metrə yarım onun gövdəsi var. Hardasa 17-18-ci əsrdən qalmayıb. Bax oradaydı, bu hovuz yeri idi bura, bu qaya, bax, onun qayası, hovuzun qayası.